Salam əziz dördüncülər, hörmətli kanal izləyiciləri və dəyərli valideynlər. Çinar yayımlarının Yarpaq test vəsaitindən izahlarımız davam edir. Mövzumuz test 57-də tam hissə modeli ilə məsələ həlli. Birbaşa tapşırıqlara keçərəm və tapşırıqların həlli zamanı tam hissə modeli necə qurulacaq, necə məsələlər həll olunacaq, bunlar haqqında məlumat vermiş olaram. İlk tapşırıq 1-dən başlayırıq. Yazır ki, Xəyalə və Lalənin cəmi 42 manat pulu var. Xəyalənin pulu Laləninkindən 8 manat çoxdur. Lalənin neçə manat pulu var? Tam hissə modelinə aid məsələ qurarkən ilk öncə ümumiyyətlə bütün məsələlərdə belədir ki, oxuyub anlama lazımdır. Oxuyub anladıqdan sonra ilk işimiz bunun planını qurarkən kimlərdən, nələrdən, hansı kəmiyyətlərdən danışdıqlarını qeyd etməkdir. Burada da əlbəttə 2 nəfərdən, Xəyalə və Lalədən danışır. Ona görə də Xəyalə və Lalə olaraq qeyd etmiş oluram. Baş hərflərini yazmış oluram. Bunların cəmi 42 manat pulu var. Bunların cəmin bu şəkildə 42 manat olduğunu qeyd etmiş oluruq. Bundan sonra bizə deyir ki, Xəyalənin pulu Laləninkindən 8 manat çoxdur. Deməli, Lalənin nə qədər pulu varsa, Xəyalənin pulu onun pulunun üzərinə 8 manat gəlməklə tapılacaq ki, ona görə də Lalənin üçün bir tam hissə modeli yazmış olsaq və Xəyalənin pulu bu tam hissədən 8 manat çox olacaq deyə tam hissə üstə gəlinsin 8 yazılmış olur. Və bunların cəmi 42 manatdır. İndi bu qurulmuş tam hissəyə görə, tam hissə modelinə görə tapşırığı yerinə yetirərkən hesablama aparmalıyıq. İlk öncə bax burada görürük ki, 2 dənə tam hissə var və burada əlavə 8 manat var. Əslində bu tam hissələrin cəmi 42-yə bərabərdir. Mənə tam hissələrin cəmi və üstə gələ 8-in 42 manat olduğunu bildiyimə görə mən bu 8-i buradan götürməliyəm ki, yəni çıxmalıyam ki, buradan çıxarkən digər tərəfdə 42-dən də çıxmalıyam. O səbəbdən də ilk öncə 42-dən, yəni bu 8-i çıxıram ki, görüm tam hissələrin cəmi nəyə bərabərdir. Bu da 34 etmiş olur. Deməli 2 tam hissənin cəmi 34-dürsə, sonra da 34-ü tam hissələrin sayı 2-yə bölmüş oluram. Hər tam hissəyə düşən payı tapıram. Yəni hər tam hissə nəyə bərabərdir onu tapmış oluram. Bu da 17 etmiş olur. Deməli bir tam hissə Lalənin pulu idi. Bu Lalə olmuş oldu və bizə deyir ki, Lalənin neçə manat pulu var? 17 manat pulu var. Xəyalənin pulunu da sorsaydı 17-nin üstünə 8 gəlmiş olardıq. Amma bunu bizdən soruşmadığına görə biz doğru cavab olaraq B variantını vurmuş oluruq. Doğru cavab B variantı. Keçirik növbəti tapşırığımıza. Növbəti tapşırıq 2-də yazır ki, sinifdə cəmi 36 şagird var. Qızlar oğlanlardan 14 nəfər azdır. Sinifdə neçə şagird var? Deməli, sinifdəki şagirdlər, qızlar və oğlanlar haqqında danışır. Ona görə də qız və oğlan olaraq yazmış oluruq. Biz bilirik ki, qızlarla oğlanların cəmi neçəyə bərabərdir? 36-ya bərabərdir. Bizə deyir ki, qızlar oğlanlardan 14 nəfər azdır. Oğlanlar neçə tam hissədir? Yəni, bir tam hissədir, bilmirik nə qədərdir. Qızlar bunlardan isə 14 nəfər azsa, çıxılsın 14 yazmış olur ki, oğlanların sayından 14 çıxırıq. Burada əslində 2 tam hissədən 14 əskilik var. Əgər bu əskiliyi tamamlamaq istəyiriksə, yəni biz burada əlavə gəlsək, onda 36-nın da üstünə gəlmiş oluruq ki, bu zaman yəni biraz sadə yolla deyil. Yuxarıda toplama vardı. Toplama varsa biz bunu neynədik? Tam hissənin cəmindən, yəni tam hissələrin cəmindən çıxdıq. Belə deyək də tam hissələr və ümumi cəmdən çıxdıq. Burada isə əskilik var deyə, yəni çıxmadı. Ona görə də üstə gəlmiş oluruq tərsi olaraq. Burada 36-nın üstünə nə gəlmiş oluruq? 14-ü gələrik ki, bu da bərabərdir. Əgər bu əskiliyi tamamlamış olsaq, yəni qızların sayı oğlanların sayına bərabər olmuş olsaydı, ümumi 50 şagird olmuş olardı. Bundan sonra biz artıq 50-ni tam hissələrin sayına bölsək, hər tam hissəyə düşən payı tapmış olarıq. 50-ni bölürük 2-yə, bu da bərabərdir 25 etmiş olur. Deməli 25 ilə oğlan var və bizdən neçə qız var deyə soruşursa, ona görə də qızların sayını tapmaq üçün 25-dən də çıxmış oluruq 14-ü. Bu da bərabərdir eləyəcək 11. Deməli 11-də qız var. Doğru cavab D variantı. Bunu toplama ilə də yaza bilərdik. Toplama ilə yazsaydıq, o zaman biz
qızları bir tam hissə götürsəydik, oğlanlar üstəgəl yazmış olardıq. Yəni bunu ikinci üsulla necə yazarıq, bunu da sizə göstərmiş olum. Əgər biz qızları bir tam hissə götürmüş olsaydıq, buradan sizin üçün bunu göstərim. Toplama ilə də yaza bilərsiniz. Bəziləri toplama ilə yazdığını bilirəm ki, yazacaq. Yəni biri azdısa neçə nəfər, digəri həmin qədər çox olmuş. Məsələn 14 nəfər qız azsa, deməli oğlanlar 14 nəfər çoxdur. Qızları bir tam hissə götürsək, oğlanlar bir tam hissə üstəgəl 14 olmuş olacaq. Onda biz 36-dan 14-ü çıxardıq və tam hissələrin cəminin, iki tam hissənin cəminin 22-yə bərabər olduğunu tapardıq və 22-ni bölmüş olardıq 2-yə. Bu zaman hər tam hissəyə düşən pay 11 olacaqdı ki, qızlar da bir tam hissə olduğuna görə deməli 11 qız var. Eyni cavabı aldıq, amma fərqli olaraq biraz fərqliliklə hesablanır. Birində məsələn qızları bir tam hissə, olanları tam hissə üstəgəl 14 kimi götürmüş olduq. Keçirik növbəti tapşırığa. Növbəti tapşırıq 3-də yazır ki, biri digərindən 12 vahid böyük olan 2 ədədin cəmi 68-dir. Kiçik ədəd neçəyə bərabərdir? 2 ədəddən danışır. Bu birinci ədəd, bu da ikinci ədəddir. Birinci ədədi kiçik ədəd götürmüş olsaq, deyirik ki, bu bir tam hissədir. Onda digəri bundan 12 vahid böyük olsa, tam hissə üstə gəlinsin 12 olmuş olacaq. Və bu iki ədədin cəminin 68 olduğunu bilirik. Buna görə, yəni toplamadırsa, digər tərəfə keçib, yəni çıxmış olur. Bununla nəyə görə çıxırıq? Çünki burada 2 dənə tam hissə, plus bir də 12 var. Mən buradan 12-ni qaldırıramsa, digər tərəfə, ki, tərəzinin bir gözündə 2 dənə tam hissə, bir dənə də 12 var. Digər tərəfdə də, yəni bərabərlik olduğuna görə burada 68 var. Mən bu 12-ni buradan götürürəm, tarazlıq pozulmasın deyə bu tərəfdən də 12-ni çıxmalıyam. O səbəbdən, yəni bu çıxma nəyə görədir? Buna sadəcə aydınlıq gətirmək istəyirəm. 68-dən çıxır. Ya da sadə dinləndik ki, toplaması digər tərəfdə çıxmış olaraq. Çıxdıq 12-ni. Yerdə neçə qalmış oldu? 56 etmiş olacaq. 56-nı da bölürük, tam hissələrin sayı 2-dir. 2-yə bölmüş olur. Hərəsinə 28 düşmüş olur. Bizə deyir ki, kiçik ədəd neçədir? Kiçik ədədi biz bir tam hissə götürmüşdük. Yəni bunu kiçik götürmüşdük. Bu ise böyük idi. Bu da 28 olduğuna görə cavabımız 28 B variantı. Dördüncü tapşırığa baxırıq. Yazır ki, 2 bağdan cəmi 385 kiloqram meyvə yığdılar. Kiçik bağdan yığılan meyvələrin miqdarı böyük bağdan yığılan meyvələrin miqdarından 65 kiloqram azdır. Böyük bağdan nə qədər meyvə yığılmışdır? Deməli, bu kiçik bağ olsun, bu da böyük bağ olaraq yazmış olsaq, bunların cəmindən 385 kiloqram yığılıb, bura 385 yazmış oluruq. Kiçik bağlar nə qədər yığılıb bilmirik, bir tam hissə olsa, bizə deyir ki, kiçik bağdan yığılan böyük bağdakından azdır. Əgər, məsələn, biri digərindən nə qədər azdırsa, digəri də ondan o qədər çox olmuş olacaq. Onda böyük bağda bundan həmin qədər çox olacaq ki, yəni 65 kiloqram çoxdur. Bu da üstəgəl 65 kimi yazmış olarıq. Və bunların cəmi 385 olduğuna görə 385-dən çıxmış oluruq 65-i. Bu da bərabərdir 320 etmiş olur. Deməli, 2 tam hissənin cəmi 320-dir. 320-ni də bölmüş olaraq 2-yə. Cavabımız da olacaq 160. Deməli, kiçik bağdan, yəni bir tam hissə olduğuna görə 160 yığılıb. Doğru cavabımız da B variantında verilmişdir. Davam edirik. Növbəti tapşırıq 5-dən görək 5 dənə yazır. Bir də pozmaq yox, bura aşağı düşək. Yazır ki, qırmızı və mavi lentin uzunluqlarının cəmi 1 metr 10 santimetrdir. Qırmızı lent mavi lentdən 50 santimetr uzundur. Mavi lentin uzunluğu nə qədərdir? Deməli, qırmızı lentdən danışır və mavi lentdən danışır. Yazırıq mavi və qırmızı olaraq yazmış olur. Fərq yoxdur. Birinci qırmızı, mavi yazdım. Bunların ikisinin uzunluqlarının cəmi 1 metr 10 santimetrdir. Bu da santimetrə çevirmiş olsaq, eləcək 110 santimetr etmiş olacaq. Biz bilirik ki, qırmızı lent mavi lentdən 50 santimetr uzundur. Ona görə də məsələn mavi lentə bir tam hissə yazmış olsaq, qırmızı ondan uzun olduğuna görə üstünə gəlmiş olaraq 50-ni. Və tam hissə modelimiz hazırdırsa, bundan sonra 110-dan üstə gəl 50, yəni varsa onu çıxmış olarıq. Bu deyəcək 60.
Bu 60'ı da bölmüş oluruq tam hissələrin sayı 2-yə. Əslində 30 düşmüş olur. Bizdən mavini soruşur. Mavi 30'dur. Doğru cavabımız da B variantında verilmiştir. 6'ya baxırıq. Yazır 2 bidonda cəmi 50 litr su var. Birinci bidonun tutumu ikinci bidonun tutumundan 8 litr çoxdur. Bidonlar tam doludursa ikinci bidonda neçə litr su var? Bu birinci bidon olaraq yazsaq, bunu da ikinci bidon olaraq yazmış olsaq. Biz bilirik ki 2 bidonda cəmi 50 litr var. Bunların cəmi 50'yə bərabərdir. Və biz bilirik ki birinci bidonun tutumu ikinci bidonun tutumundan 8 litr çoxdur. İkinci bidon bilmirik nə qədərdir. Bir tam hissə olsa, birinci bundan 8 litr çox olduğuna görə üstəgəl 8 yazmış olarıq. Və biz bilirik ki tam hissə modelimiz hazırsa 50-dən 8-i çıxsaq, 50 çıxılsın 8, bu da bərabər deyəcək 42. Deməli tam hissələrin cəmi 42-yə bərabərdir. 42-ni də bölsək tam hissələrin sayına əslində 21 düşmüş olur. Bizdən ikinci bidonda neçə litr su var? İkinci bidonda 21 litr. Çünki bir tam hissə götürmüşük. Doğru cavabımız da B variantında verilmişdir. Davam edirik. Növbəti tapşırıq 7 ilə. Yazır ki, ana və qızının yaşlarının cəmi 58'dir. Ana qızından 22 yaş böyükdür. Qızının neçə yaşı var? Burada baxırıq ki, anadan danışır. Yazırıq ana və qızı yazmış olsaq. Bunların yaşlarının cəminin 58 olduğunu bilirik. Yazırıq 58. Ana qızından deyir 22 yaş böyükdür. Qızın neçə yaşı var? Bilmirik deyə bir tam hissə yazırıq. Ana bu tam hissədən 22 yaş böyükdür. Üstəgəl 22 yazmış olarıq. Və bunların cəmi 58. Tam hissə modelimiz hazırdır. 58'dən çıxmış oluruq 22'ni. Yerdə qalmış olacaq 36. Və 36'nı da bölmüş olaraq 2'yə. Yəni bu tam hissələrin cəmidir. Bölərək tam hissələrin sayına. Bu da edəcək 18. Deməli qızın 18 yaşı var. Bizdən də qızın yaşını soruşur. Doğru cavab A variantında verilib. Növbəti tapşırıq 8'ə baxırıq. Yazır ki, mağazaya gətirilən kartofun kütləsi soğanın kütləsindən 30 kiloqram çoxdur. Mağazaya cəmi 510 kiloqram tərəvəz gətirilmişsə, neçə kiloqram kartof gətirilmişdir? Mağazaya kartof gətirilib və soğan gətirilib. Kartof və soğan olaraq yazmış oluruq. Mən baş hərflərini yazıram. Bunlar bilirik ki, kartofun kütləsi soğanın kütləsindən 30 kiloqram çoxdur. Nə qədər soğan var bilmirik. Bilmədiyimizə görə bir tam hissə. Kartofun kütləsi bu tam hissədən 30 kiloqram çoxsa tam hissə üstəgəl 30 olacaq. Və bunların cəmi nəyə bərabərdir? 510'a bərabərdir. Yazırıq 510. Bundan sonra tam hissə modelimiz hazırsa həllinə başlayırıq. 510 toplama çıxırıq 30'u. Deyəcək 480 və 480'i də bölmüş olarıq. Tam hissələrin sayı 2'yə. Deyəcək 240 etmiş olur. Soğanın kütləsi 240 olacaq. Bizdən kartof, nə qədər kartof gətirmişdir? Bu oldu soğan. Yəni bunu soğan yazaq. Kartofu da tapmaq üçün 240'ın üzərinə 30 gəlmiş oluruq ki, bu da 270 etmiş olacaq ki, doğru cavabımız da B variantında var. Növbəti tapşırığa baxırıq. 9'da yazır ki, mən fikrimdə bir ədəd tutdum. Bacımın fikrində tutduğu ədəd mənimkindən 185% çoxdur. Bu ədədlərin cəmi 473 edərsə, mən fikrimdə hansı ədəd tutmuşam? Bu mənim fikrimdə tutduğum ədəddir. Bu da mən yazım, bu da bacım yazım. Deyir ki, bacımın fikrində tutduğu ədəd mənimkindən 185% çoxdur. Mənimki bir tam hissə olarsa, bacımki bu tam hissədən, yəni mənim fikrimdə tutduğum ədəddən 185% çoxdur. Və bunların cəmi deyir ki, bu ədədlərin cəmi 473. 473. Buna görə tam hissə modelimiz hazırdır. 473'dən çıxmış olaraq 185'i. 473'dən 185'i çıxmış olsaq, deyəcək 288 səhv etmirəmsə 288 tam hissələrin cəmidir. Bunu da bölsək onların sayı 2'yə. Bu da 144 cavabını almış olarıq.
Bizdən də soruşur ki, mən fikrimdə hansı ədəd tutmuşdum? Mən fikrimdə bir tam hissə idi. Bu da 144-ə bərabərdir. Doğru cavabımız B variantı. Ona baxırıq. Onda yazır ki, köynək və şalvar alan Lalə satıcıya 87 manat ödədi. Şalvar köynəkdən 21 manat bahadır. Lalə 2 köynək alsa satıcıya nə qədər pul ödəməlidir? Birinci köynəyin qiymətini tapmalıyıq. Sonra onu 2-yə vursaq, yəni ikisinin bir köynək, bir şalvar alıb. Deməli, köynək alıb və şalvar alıb. Bunları bilirik. Yəni, biraz yuxarı qaldıraq. Və bunlara ödənilən pulların cəmi 87 manatdır. Və şalvar köynəkdən 21 manat bahadır. Köynək nə qədərdir? Bilmirik, bir tam hissədir. Şalvar da bundan 21 manat bahasa tam hissə üstəgəl 21 olmuş olacaq. Və buna görə tam hissə modelinə görə həll etmiş olsaq 87-dən birinci çıxırıq 21-i. Bu da bərabərdir 66. 66-nı bölürük tam hissələrin sayı 2-yə. Bu da deyəcək 33. Deməli, bizə köynəyin qiyməti lazım idi. Köynək də oldu 33 manat. Və bir köynəyə 33 isə 2 dənədir köynəyə satıcıya nə qədər pul ödəməli idi? Lalə 2 köynək alsa satıcıya nə qədər pul ödəməlidir? 87 manat vardı. 2 köynək. Lalə 2 köynək alsa satıcıya nə qədər pul ödəməli idi? 2 köynək alsaydı, bunu da 2-yə vurmuş oluruq. Bərabərdə 66 manat ödəməli idi, əgər 2 köynək almış olsaydı. 2 köynək, bir şalvar alsaydı, o başqa məsələ. Yəni 87-nin üstünə gələrik. Amma sadəcə 2 köynək alarsa 66 manat ödəməli olardı. Davam edirik növbəti tapşırıqdan. Görək, növbəti tapşırıq 11-də nə yazır? Yazır ki, biri digərindən 33% kiçik olan 2 ədədin cəmi 145-dir. Böyük ədəd neçəyə bərabərdir? 2 ədəddən danışır. Bu, deyək ki, kiçik ədəd olmuş olsun. Bu da böyük ədəd olmuş olsun. Biri digərindən 33% kiçiksə, biri kiçikdirsə, digəri həmin qədər böyükdür. Məsələn, kiçiyi bizdən böyük ədəd soruşur. Məsələn, biri digərindən kiçikdir. O zaman digəri böyük olmuş olacaq. Məsələn, böyük ədəd bir tam hissə olmuş olsa, o birisi də bundan 33% kiçiksə, o zaman nə olacaq? Tam hissə çıxılsın 33-70 olacaq. Və bunların cəmi nəyə bərabərdir? 145-ə. 145-ə. 48 yazdım. 145-ə bərabərdir. Burada çıxma olduğuna görə nə edirik? Toplayırıq. 145 ilə 33-ü toplamış olarıq. Bu da bərabər deyiləcək 178. 178-i də bölmüş olsaq tam hissələrin sayına 2-yə, bu deyəcək 89-70 olacaq. Deməli, böyük ədəd neçəyə bərabərdir? 89-a bərabərdir. Bizdən də böyük ədədi soruşur. Doğru cavab B variantı. Davam edirik 12 nömrəli tapşırıqla. Görək 12-də nə yazır? Yazır ki, zalda 573 izləyici var. Kişi izləyicilərin sayı qadınlardan 129 nəfər çoxdur. Zalda neçə qadın izləyici var? Zalda kişilər var və qadınlar var. Bu məlum məsələdir. Və bunların ümumi sayı 573-dür. Bizə deyir ki, kişi izləyicilərin sayı qadınlardan 129 nəfər çoxdur. Neçə qadın var? Bilmirik. Deyirik ki, bir tam hissə. Kişilər də bundan nə qədər çoxdur? 129 çoxdur. Və buna görə hesablama aparsaq 573-dən birinci 129-u çıxmış olarıq. 73-dən 29 çıxmış olsaq qalacaq 44. 5-dən də 1 çıxanda qalır 4 qalmış oldu. 444 olmuş oldu. Və bu 444-ü də bölmüş olsaq 2-yə bərabərdir 222-70 olacaq. Zalda neçə qadın izləyici var? Qadın izləyici 222-dir ki, doğru cavab da A variantında var. Növbəti tapşırıq 13-cü tapşırıqla davam edirik. 13-də yazır ki, nənə ətli və göyərtili olmaqla cəmi 125 qutab bişirdi. Ət qutablarının sayı göyərti qutablarının sayından 15 ədəd azdır. Nənə neçə ədəd göyərti qutabı bişirmişdir? Deməli, göyərti qutabı bişirib və
Göyərti qutabı bişirib və ətli qutabı bişirilmişdir. Cəmi qutabların sayı 125-dir. Yazırıq 125. Ət qutablarının sayı göyərti qutablarının sayından 15 ədəd azdır. Göyərti bir tam hissədirsə, ət bu tam hissədən 15 vahid azdır. Ona görə hesablama aparsaq 125-in üstünə 15 gəlirik. Bu da eləyir 140. Və 140-ı da bölmüş olsaq, tam hissələrin sayı 2-yə 70 düşmüş olur. Deməli, göyərti qutablarının sayı 70 olmuş olacaq ki, doğru cavab C variantı. 14-də yazır ki, Rauf və Vüqarın boylarının uzunluqlarının cəmi 3 metr 56 santimetrdir. Rauf Vüqardan 6 santimetr uzundur. Vüqarın boyu nə qədərdir? Deməli, Raufdan danışır və Vüqardan danışmış olur. Bizə deyir ki, onların boylarının cəmi 3 metr 56 santimetr. Bu da 356 etmiş olur. Çünki 1 metr 100 santimetrdir. 3 metr 300, o da 56, 356 santimetr. Və Rauf Vüqardan 6 santimetr uzundur. Vüqar nə qədərdir ki, Rauf ondan 6 santimetr uzundur? Bilmirikdə bir tam hissə və Rauf üçün də bir tam hissə üstə gəlinsin 6 yazdıq. Buna görə 356-dan ilk öncə əlavə olan bu 6-nı çıxmış oluruq. Qalar 350 və 350-ni də bölmüş oluruq tam hissələrin sayı 2-yə. Bu da bərabərdir etmiş olacaq 175. Deməli, Vüqarın boyu 175 santimetrdir ki, bunu da çevirmiş olsaq metrə 1 metr 75 santimetr etmiş olur ki, doğru cavabımız da B variantında var. 15-də yazır ki, hər biri əvvəlkindən 32 vahid çox olan 3 ədədin cəmi 342-dir. Ən böyük ədəd neçədir? 3 dənə ədəddən danışır. Bu birinci ədəd, bu ikinci ədəd, bu da üçüncü ədəd olaraq yazmış olsaq. Bunlar arasında fərq 32 vahid. Yəni, hər biri özündən əvvəlkindən 32 vahid çoxdur. Yəni, əvvəlkini bir tam hissə olaraq götürmüş olsaq, ondan sonraki bundan 32 vahid çox. Üstə gəl 32. Ondan sonraki də özündən əvvəlkindən, yəni üstə gəl 32-dən, üstə gəl 32 vahiddə çoxdur. Yəni bu cür davam etmiş olsa, bunların da cəmi nəyə bərabərdir? 342-yə bərabərdir. İlk öncə 3 dənə 32 96 etmiş olur. Yəni bunları görək ki, nə qədər 32 vursaq 3-ə, necə 96. Bu əlavələri 342-dən çıxmış olaraq. 342-dən çıxmış oluruq 96-nı. Bu da bərabərdir. Eləyəcək 342-dən 96-nı çıxsa, 90 çıxsa 52, 46. 246 etmiş olacaq. 246 3 dənə tam hissənin cəmidir. Bunu da bölmüş olsaq 3-ə 24 bölsək 8, bu da 2, 82. Ən böyük ədəd neçədir? Ən böyük ədəd 82, üstə gəl 32, üstə gəl 32, yəni ki 64 gəlmiş olaraq. Bu da 148 etmiş olacaq. 148 eləyir ki, 148 eləyir, yox, 146 var. 146. 146 ilə 2, 2, 2, 6, bəli, 146. Cavab da D variantında verilmişdir. Və son olaraq 16 nömrəli tapşırığa baxırıq. Yazır 3 ədədin cəmi 245-dir. Birinci ədəd ikinci ədəddən 16 vahid çox, üçüncü ədəddən 36 vahid azdır. Birinci ədəd neçədir? 3 ədəddən danışır. Bu birinci ədəd, bu ikinci ədəd, bu da üçüncü ədəd. Bunların cəmini bilirik ki, nə qədərdir bunların cəmi? 245-dir. Və biz bilirik ki, birinci ədəd ikinci ədəddən 16 vahid çox, üçüncü ədəddən 36 vahid azdır. Burada ümumiyyətlə 3 və daha artıq kəmiyyətdən danışırsa, əsas budur ki, burada əsas müqayisə olunanı tapmalı ki, məsələn, hər ikisi birinci ilə müqayisə olunur və ya da ən kiçiyini tapmalı. Burada bilirik ki, birinci ikincidən çoxdur, üçüncü də birincidən çoxdur. Burada ən azı ikincidir. Ona görə ikincini bir tam hissə götürsək, birinci bundan 16 vahid çoxdur. Ona görə də tam hissə üstə gəlmiş olaram 16. Və birinci deyir, üçüncüdən 36 vahid azdır. Əgər birinci üçüncüdən 36 vahid azdırsa, deməli, üçüncü də birincidən 36 vahid çox olacaq. Ona görə də tam hissə, yəni birinci üstə gəl 16-nın üstünə, bir dənə də nə gəlirəm? 36 gəlmiş olaram.
Və burada ilk öncə 16, 16, 2, 16, bu da 36. Bu 16 vurulsun 2, üstə gəl bir dənə də 36. Görək ki, burada əlavələr nə qədərdir? Bunları çıxarıq. 16, 32, o da 36, 30, 30 deyirəm, 68, 70 olacaq. Və 245-dən çıxmış olaraq 68-i. 45-dən, yəni 68-i çıxmış oluruq. 68-dən 45 çıxmış olsa qalacaq 23. 100-dən də 23 çıxanda 77 yazmış oluruq burada. Burada 177 70 olacaq. 177-ni bölmüş olaraq tam hissələrin sayı 3-ə. 17 3-ə bölünəcək 5 dəfə 27 9 59 cavabını almış olduq. İndi bizdən soruşur ki, ikinci ədəd neçədir? İkinci ədəddə bir tam hissə götürmüşdük. Bu da 59 etmiş oldu ki, doğru cavabımız A variantında verilmişdir. Bu qədər. Növbəti video izahda görüşmək ümidi ilə hələlik sağ olun.